Uşaqlar, biz bugün Cinebrin ümumi lavlarına baxacağıq. Bir dənə bizdə routing qalıb. Routingə niyə baxmırıq? Çünki routing Cineyke mövzusu 16-cı gün keçəcəm sizə əyanidə. Deməli, bu hissədə gördüyünləriniz network device-lardır. Yəni, məsələn, router, switch, hubs. Routerlar bunlardır. Adətən biz 2911 routerlə istifadə edirik. Switchlərdə 2960 switchlə istifadə edirik. Daha sonra burada gördüyünüz kimi end device-lar, PC, laptop, server və s. Biz əsasən network device və end device-lardan istifadə edəcəyik konfigurasiyalar üçün. Məsələn, birinci 2911 switchini atdım bura və bir dənə də PC atdım. Konsol kabelından qoşulmanı birinci baş salıram. Router 2-də konsol, burada seçirəm RS32. Həmişə konsol kabel qoşanda routerda və yaxud da switchdə, yəni network device-larda siz seçəcəksiniz konsol seçimini seçəcəksiniz. PC-də isə RS232 həm PC-də, həm laptopda, yəni end device-larda. Bunun da adını dəyişirik. Bu da olur R1. Daxil oluruq R1-ə. Burada yazırıq no. Burada biz bu gördüyünüz üçbucaq işarəsi var. Buna deyilir user exec mode. User exec mode. Bu user exec moddur. Biz bunu çeviririk. Enable edirik. Bu görürsünüz DS işarəsi oldu. Bu DS işarəsi privileged exec moddur. Adətən önəmli əməliyyatlar privileged exec modda aparılır. Daha sonra biz edirik configure terminal. İndi siz burada configure terminal enable görürsünüz. Birazdan enable yerinə en yazacaqsınız. Configure terminal yerinə conf t yazacaqsınız. Configure terminal isə konfigurasiyalar eləməkdən ötürüdür. İndi biz istəyirik ki, biz enable yazıb bu privilege exec moda keçmək üçün, yəni biz enable yazıb privilege exec moda keçirik də. Gələn dəfə biz enable yazanda privilege exec moda keçmək üçün bizdən password tələb olunsun. Buna görə nə edirik? Yazırıq. Enable password, məsələn, lemon 123, düzdür? Düşdüm aşağı, exit. Görürsünüz router, enable verirəm. Görürsünüz password istəyir. Lemon 123 yazdım, düşdü. Bu arada uşaqların çoxu qarışdırır. Password yazanda password görünmür. Yəni bu hissə boş qalır. Baxın, bir də izah edirəm. Görürsünüz burada, bu yuxarı hissədə configure terminal etdik. Gələn dəfə enable yazıb privileged exec moda keçmək istəyəndə istəyirəm ki, məndən password tələb olsun ki, privileged exec moda password yazaraq daxil olum. Buna görə biz yazırıq enable password lemon 123, yəni enable-a password qoyuram. Bu passwordum da olur lemon 123. Sonra exit eləyirəm, təzədən daxil olmağa çalışıram. Yazaram enable. Görürəm, password istəyir. Yazıram lemon 123. Все, privilege exec moda keçdik. İndi təzədən configure terminal edirik. Düşürük aşağı. Konsol kabelinə qoşulanda biz yazırıq line console 0. Niyə bunu yazırıq? Çünki line console 0. Line xətt deməkdir. Konsolda konsol. Yəni konsol xəttini konfigurasiya eləmək üçün config modda, yəni configuration modunda, əslində belə bir modu yoxdur. Prosta biz deyirik ki, yadımızda qalsın. Yazırıq line console 0. Əgər biz istəyiriksə, gələn dəfə line console 0-a daxil olduqda, yəni bundan sonra bizdən password tələb olunsun, daha sonra daxil olsun. Bunun üçün yazırıq password, məsəl üçün lemon 345 tutaq ki. Düşdüm aşağı, yazıram login. Login bilirsiniz niyə yazırıq? Yəni biz line console 0-a login edəndə bizdən password tələb olunsun. Bunu belə yadınızda saxlayın. Aha, exit lap başdan. Görürsünüz, password gəldi. Lemon 123. Nəyə daxil oluruq? Password. Lemon 345. Gördünüz, daxil oldu. Bu burada biz görürsünüz, buradan exit verdi. Görürsünüz, yazıb router console 0 is no available. Deyir, yəni routerın console 0-ı artıq hal-hazırda əl çatandır. Press return to get started. Mən də artıq enterə bastım və aşağıda gəldi. User access verification.
Yazırıq password and router. Təzədən enable edirəm. Görürsünüz, password tələb olunur. Axı bayaq enable-a password qoyduq ki, privilege moda keçəndə bizdən password tələb olunsun. Və biz burada etdiyimiz konfigurasiyalara baxmaq üçün privilege modda yazırıq show run. Düşürük aşağı, düşürük, enter'e basılı saxlayaraq baxırıq. Görürük ki, bizim burada enable-a qoyduğumuz password görünür də. Yəni, tutaq ki, bir pis niyyətli bir insan gəldi, show-run'ı açdı, elədi, görünür də, enable password ləman 1, 2, 3, nə bilim, düşür aşağı. İndi bu qolları boş verin. Line console 0-a da password verib, bu olub ləman 3, 4, 5. Tez nə edirik? Giririk configure terminala və burada yazırıq. Yəni conf-t yazacaqsınız siz əslində. Və yazırıq service password encryption. Bir dəqiqə. Service password encryption. Bəli, burada baxın. Burada görürsünüz passwordla encryption'ın arasında görürsünüz tire yoxdur. Ona görə səhv oldu. Siz servis hissəsini yazırsınız ya da S yazırsınız, taba basırsınız. Pass yazırsınız, taba basırsınız. Basdıqca düşür aşağı. Encryption. İndi exit edirəm. Edirəm show run. Düşürəm aşağı, düşürəm və baxıram. Görürəm ki, bax bayaqları necə idi? Bayaqları enable-a baxanda password görünürdü də. Görürsünüz, line console-da passwordu görünürdü ki, line console 0-ın passwordu ləman 3, 4, 5-dir. İndi düşürəm. Görürəm yazıb ki, hostname router, yəni routerin adı burada dəyişdirilməyib də. Enable-a qoyduğumuz password ləman 1, 2, 3 yazılmayıb. Görürsünüz, nə yazılıb? Artıq o şifrələnib. Bunların şifrələndiyi algoritmin adı Visioneer-dir. Service password encryption komandası, yəni bu. Service password encryption. Şifrələri, yəni bu qoyduğumuz passwordları, həm username-ləri də Visioneer şifrələməsi ilə şifrələyir. Və burada düşürəm, görürəm line console 0 password, görürsünüz password yenə yoxdur. Niyə? Çünki Visioneer şifrə ilə şifrələyib. Okey, bunu da bildik və burada hostname-i dəyişməyi də öyrədəcəm. Yenə giririk configure terminal, yazırıq hostname R1. Все, oldu R1. Gördünüz? R1. Buradan görürəm məsəl üçün line console 0 və yaxud da exit.